Mən bunu bilməliyəm amma. Yəni fərqi yoxdur. Bilməliyəm. Mən gələcəkdə mənlə davam eləyəsiniz. Allah yolunuzu açıq etsin hər bir halda. Yəni bugünkü gün bura qoşulmuşuqsa, siz də, mən də öz vaxtımızı, öz enerjimizi verdiksə, biz bunun haqqını verməliyik. İnsan gördüyü işə gərək hörmətlə yanaşsın. Başa düşdünüz bura qədər? Bəli. Bəli. Əla. Bəli, müəllim. Gözəl. Bəli. İndi baxın, biz danışdıq bu baytlardan. Amma bəzən biz bitə də keçmək məcburiyyətində qala bilərik. Elə bilin ki, bu nəyə oxşuyur? Universitetdə şəxsən bizim qrupda belə idi vəziyyət. İndi bilmirəm sizdə necə. Tutaq ki, həmişə də qızlar arasında bu baş verir çox vaxt. 3 dənə qrup yoldaşıdır. A, B, C. A ilə B danışır. B ilə C də danışır. Amma A ilə C danışmır. İndi bu A, C'yə söz atmaq istəsə, o nəsə bir söz demək istəsə, kimin vasitəsilə deyəcək? Beynin vasitəsilə. Düzdür? Bu nə deməkdir? Bax, elə bilin ki, bütün ölçü vahidləri bit xaric müəyyən bir nizam-intizamla qurulub qəşəng. 210 qaydası ilə. Amma bir dənə buradan bura vəziyyət aləmi vurur bir-birinə. 203. Yəni, bütün ölçü vahidlərinin bitdən zəhləsi gedir. Amma bitə biraz yaxın olan kimdir? Byte. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, bütün ölçü vahidlərinin yolu bitə byte-dan keçir. Misal, 1 kilobayt neçə bitdir deyəndə birbaşa hara gedirik? Byte-a, sonra gedirik bitə. Və siz də bunu bilirsiniz. Kilobaytdan byte-a nə qədərdir? 210. Ay, On. sağ ol. Gətir Bəs ki, byte-dan bitə nə qədərdir? 203. O da 203. 203. İndi mən bunları bir-birinə Sonra vurun, top- yoxsa bölün? 213 vurulacaq toplam Vurmalısınız. Ay, İkislər sağ də ol. Çünki toplanılacaq. böyükdən kiçiyə keçirik. Böyükdən kiçiyə vururuq. Bəli, bu 210. Bu da 203. Vuranda eləyir 210. Gözəl. Daha sonra başqasını deyim, siz tapın. Məsələn, 1 gigabayt neçə bitdir? Burada nə edəyək? 233 eləyəcək o. 233. Ay, sağ ol. Byte. Gəlirik bayta 230. Buradan da gedirik bitə 203. Vuranda eləyir 233. Bu qədər sadə. Görürsünüz, eyni qaydadır. Böyükdən kiçiyə vur, kiçikdən böyüyə böl. Sadəcə bir dənə bunlar arasındakı məsafəni bilməlisən. Bu da belə. İndi bir-iki dənə çəkəcəyim nümunə var. Məsəl üçün, bu hansılardır? Yəqin ki, bunu bilmiş olarsınız. 4 2 üstü 2 olduğu halda, amma 4də 1 2 üstü neçədir? Mənfi 2. Mənfi 2. Bəli. Məsəl üçün, 16-da 1 2 üstü mənfi 4. Bu sual tipləri qarşımıza necə çıxacaq? Deyəcək ki, megabaytın sözlə yazırlar bunları. Sözlə yazır. Megabaytın və s. 16-da 1 hissəsində neçə bayt var? İndi biz bunu götürüb riyazi ilə belə yazırıq. Megabaytın 16-da 1 hissəsində neçə bayt var? Birinci, hər zaman əmsalları çözmək lazımdır. Yəni, həll eləmək lazımdır. 16-da 1-i yazırıq. 2 üstü mənfi 4. İndi megabaytdan bayta neçəyə vuraq və yaxud bölək bəlkə onu siz deyin. 230 Vurmalıyıq. Ay, Burası. sağ ol. Neçəyə? 220. 2 üstü 20. Ay, sağ olun, bəli. 2 üstü 20. Buradan bura sayırıq. Heç bura baxmırıq. Baytdan megabayta sayırıq. Bayt, sonra kilobayt, sonra megabayt. 3 dənədir. Avtomatik 1 gedir, qalır 2 üstü 20. İndi vuranda da 20-dən bu 4-ü çıxırıq. Qalır 216. Bəli. Bunlar elə qəbula B-də düşür. Qəbula B-də düşür. Məsəl üçün, birində deyək onda, tutaq ki, 32-də 1 terabayt. Bu biraz yüngül çətin deyirəm. Neçə bitdir? Yenə birinci bunu nə yazırıq? 2 üstü mənfi 5. Aha, sonra 25 terabaytdan birinci hara gəlirik? Bitə keçənmirik. 2 üstü 30-a vururuq. Yaxşı fikirləşin. 238 eləyəcək.
Yo yo 2 üstü 240-a 40'a çevirəcəm, əmi. vurursunuz. Birinci 200 bayta O da 3 gəlirsiniz. 3 bitdi orada da. Bir də 240-a çevirəcək. 243-ə vurmalıyıq. Ay sağ ol. Birinci Orada da gəlirsiniz. toplamında Düzdür. 238. Terabaytdan bayta gəlirsiniz. 5 dənədir. Bir çıxırsınız qalır 2 üstü 40. Baytdan da bitə keçirsiniz 2 üstü 3. Всё. 2 üstü 43-dən 5-i çıxanda qalır 2 üstü 38. Bax bu da belə. Yəni deyirəm bunları inşallah bizim kitabımızda çoxlu testlər var. O testlərdən çox yox, hərəsindən 3 dənəsini özün yazandan sonra, yəni müəllim olmadan özün yazandan sonra test təbii ki video dərsə baxıb hər bir mövzunun testlərinin video izahları da sizə göndəriləcək. İndi yox təbii ki sentyabr. Hə, ondan 3 dənə, 5 dənə yazandan sonra görərsən ki, bəli, heç bir problem yox. Və indi son ən çox qəbulda istifadə olunan sual tipinə də baxırıq. Onunla da yavaş-yavaş bugünkü dərsimizi yekunlaşdırırıq. Bu tip hansıdır? Baxın, bu tip məsəl üçün budur. 2 kilobayt, yox, bu necə deyil? Hə, 2 megabayt üstə gərək 2 üstü 12 byte üstə gərək 100 kilobayt. Baxın, ilk öncə sual bizə vahiməli və qorxulu görünür. Amma çox sadədir. Axırda bilirsiz nə deyir? Deyir ki, bu cəmi kilobaytla ifadə et. Yəni biz hamısını nəyə çevirməliyik? Hamısını kilobata çevirəcək. Ay sağ ol. İndi birinci bax 1-1. Elə bil ki, bu sualları sizə mən ayrı-ayrı vermişəm. Bir dəfə verməmişəm. Birinci götürsən bunu. Bax, mən bunu kilobayta necə çevirərəm səncə? 2 qalır Əvvəlki yerində. qayda 200-ü Megabaytdan kilobayta. Vurmalıyıq. Ay sağ olun. Neçəyə? 210-a. Bəli, çünki bunlar qonşudur. Bir şey də deyim, qonşuları həmişə 210-a vurursunuz. 210 da buradan yazdım, 1024-dür. Buraq 1024. Üstə gələk. Bəs baytdan kilobayta necə keçirik? Bölməliyik. Yenə neçəyə? 200 tane. sonra Yenə 210. Bunlar 210. qonşudular. Bu da yer 200'lük. Yəni 4. 4 Üstə gələk, bununla da işimiz yoxdur. 100. Söhbət adi riyazi məsələdir. 2-ni vuranda 1024-də 2048. Üstə gələk 4. Üstə gələk 100. Yəni 2148, bu da 4. 152. 2152 kilobayt. Söh, bu qədər. Buranın ən çətin sualı bu idi. Çünki içində həm böyükdən kiçiyə, həm də kiçikdən böyüyə keçməkdir. Sonuncu qəbul tipli bir dənə sual və bu dəfə 100% bitirəcəyik. Bax, məsəl üçün 20 tutaq ki, olsun megabayt neçə baytdır? Baxın, əziz tələbələr, bu tip suallar niyə görə bir balaca çətindir? Çünki burada, məsəl üçün, burada 64 olsaydı bu 20-nin yerində, mən bunu çox rahat şəkildə 206 yazacağım. Amma 20-nin özünün də içində 2-nin hər hansısa bir qüvvətləri var. 202 vuraq 5 yazırıq. Ay sağ ol. Bax, o 20-ni yazmalıyıq. 5 vurulsun 2 üstü 2. Çünki heç vaxt belə saxlamayacaqlar onu. Hə, ondan sonra uca megabaytdan bayta neçəyə vuraq? Sayın, bayt, kilobayt, megabayt. Bax, 220. görmədən. Neçəyə? 220. Ay sağ olun. Bəli. Bax, bu sayı tutmaq qaydasını buna görə deyirəm. Arasını görmürəm axı mən. Necə sayım onun arasını? Yoxdur. Amma baytdan megabayta qədər ardıcılığı biləndə sayırıq. Bayt 1, kilobayt 2, megabayt 3. Bir artırıq qalır 2. Yəni 220. İndi bu 5-ə dəymirik. 5 vurulsun 2 üstü 22. Söh, bu da bizim bu tip məsələmiz. Yəni 20 megabayt 5 vuraq 2 üstü 22 bayta bərabər. Belə də qalır. Bu qədər. Bugünlük dərsimiz bitdi. Ümidvaram ki, nələrsə öyrəndiniz. Dediyim kimi, istənilən mövzunun izahı heç bir halda, heç harda görmədiyiniz şəkildə olacaq. Yəni, tamam fərqli qaydalarda. Bunu hələ nəzəri dərslərdə siz daha yaxşı başa düşərsiniz. Çünki ilk dərsdən mən belə deyəndə bir növ tələbələrin gözündə müəllim eqaist kimi görünür. Yəni, bu da başa düşüləndir. Amma sadəcə mən öz metodikamı sizlərə başa salmaq, sizlərə çatdırmağa çalışıram ki, yəni, bu cür gedəcəyik. Nəzəri hesablama fərq eləmir. Tamam fərqli qayda, fərqli üslub. Dedim ki, məqsəd də ki,
qısa şəkildə çox şey öyrənməkdir. Yəni bir dərsi oturub 4-5 dəfə oxuyacaqdınsa, sən niyə görə müəllimdən istifadə edirsən ki, vaxt müəllimə ehtiyac duyursansa? İnan ki, bir tələbənin bir dərsi bir tələbə 5 dəfə, 6 dəfə oxusa başa düşər və öyrənər də. Amma biz onu eləyə bilmirik. Mən qarışıq məcburuq ki, bizim başımızın üstə kimsə dursun. Ona görə də dediyim kimi inşallah dərslərimiz elə bu cür davam eləyəcək. Kimin nə sualı, nə maraqlandığı hissələr olsa mənə də qrupa da yaza bilərlər, yəni şəxsiyyən. Bu qədər. İnşallah ki, nələrsə öyrənə bildiniz bu gün. Çox sağ olun müəllim. Sağ olun. Çox sağ olun, müəllim. Dərslərdə görüşərik. Olmaz. Sağ olun, müəllim. Sağ olun. Sağ olun.